Herkese salam. Amin turşularına ait belə bir sualın izahına baxaq. Eyni bir amin turşusunun əmələ gətirdiyi tetrapeptid molekulunda 43 atom var. Amin turşu molekulunda atomların sayını hesablayın. Demək, amin turşu deyir, amma biz amin turşusunun konkret formunu bilmədiyimiz üçün ümumi formulu yerinə yazacağıq. Amin turşuların ümumi formulu CN H2N-1 O2 NH2 olur. Və tetrapeptid dediyi üçün götürülən amin turşusu 4 moldur. Buradan alınır tetrapeptid. Və amin turşusunun sayından bir vahid az, yəni 3 molekul su ayrılacaq. Demək, amin turşusunun tetrapeptid molekulunda 43 atom var. Buraya yazır 43. Suda nə qədər atom var? 3 vur 3, yəni 9. Amin turşu molekulunda nə qədər atom var? 4'ü vururuq ümumi atom sayımız 3N plus 4 olacaq. Məhsuldakı atom cəmi başlanğıcdakı atoma bərabər olur. Burada vurub açsaq olur. 12N plus 16 bərabərdir. Məhsul hissədə də 43 plus 9. 12N bərabərdir. 43 plus 9 52 çıx 16. Bu da eləyir 36. Buradan da n bərabər olacaq 36-nı da 12'ye bölürük, edir 3. Bizdən amin turşu molekulunda atomların sayını istəyir. Biz n-i 3 tapdıq. Formulda yerinə yazırıq. C3 2 dəfə 3 6, 6-dan 1 çıxanda 5 O2 NH2. İndi atomların ümumi sayı deyirsə indeksləri toplayırıq. 3 5 2 1 2. Bu da edəcək 13.